Zar doktor, keçmiş travmalar insanın gündəlik həyatına necə təsir edir? İnsanlar daim olaraq müəyyən travmaların, stresslərlə yaşayırlar. Bir çox hallarda beynimiz bunu neytrallaşdıra bilir. Lakin neytrallaşdıra bilmədiyimiz travmalar beynimizdə daim açıq səhifələr kimi, açıq yerlər kimi qalır. Və bu insanlara açıq qalan səhifələr, bağlanmamış travmalar, qapanmamış travmalar insanlara daim əziyyət, narahat verir. Həmin travmaları insan daimi olaraq düşünməyə, fikirləşməyə vadar edir və bu travmaları canlı olaraq bəzən xatırlamalara, yaşamalara, yuxuya gec getməsinə, yuxuda bu travmaları yaşamasına səbəb ola bilər və bu travmalar insanın gündəlik həyatında diskomfortluq yaradır, daimi olaraq narahat edir, əsəbi, gərgin, ətraf qıcıqlara dözümsüzlük nümayiş etdirir. İnsanlar arasında ünsiyyəti, münasibətləri, iş qabiliyyətinin aşağı düşməsinə, həyat keyfiyyətlərinin aşağı düşməsinə, depressiyalara yol aça bilir. Belə halları yaşayan insanların həkimə, psixiatra müraciət etməsi məqsədə uyğun hesab edilir.